Bax bugün əziz qardaşım, səhər tezdən axşama kimi başım qarşı oldu, yəni satışla. Bəli. Bugün mənim üçün nə yeniliklər eləmisən? Bu gün sizin üçün YouTube kanalını aktiv hala gətirmişik və bunu Instagram biosunda, TikTok biosunda əlavə eləmişik. Həmçinin WhatsAppda da durum olaraq güncəlləmişik. Bugünkü gün biz YouTube'dakı məqsədimiz nədir? Murad Kəngərli ət və kebab evi olaraq hər gün işlədiyimiz ətlərdən qısa shorts videoları qoyacağıq və ondan əlavə olaraq indi izləyicilərin istəyinə uyğun olaraq məsələn quzu necə doğranmalıdır ev şəraitində, məsələn ət necə doğranmalıdır, bel necə doğranmalıdır, məsələn lülə kebab necə hazırlanır və bizim burada bəli bütün bizim burada gedən live operation deyirlər də isti tərəfdə gedən bütün proseslərin hamısını orada paylaşmaqdır məqsədimiz. Bir sual verin. Müştəri elə bir ki daxil olur mənim TikTok səhifəmə. Bəli. TikTok səhifəmdən YouTube kanalına. Orada biz link yerləşdirmişik. Linkə üstünə klik edərək YouTube kanalına abunə ola bilərlər və keçid edə bilərlər. Mütləq abunə olmalıdır. Bəli. Bu bir. Sonra orada nömrəni yığışdırmışıq və müştərilər TikTok səhifəsindən nömrəmi götürmək istəyirlər. Orada biz bir dənə buton yerləşdirmişik, telefon butonu. Orada basaraq, bəli. Bəli. Əziz müştərilər, əziz izləyicilər, mən əlaqə saxlamaq üçün TikTokdan profilimə daxil olursunuz. Orada qırmızı telefon trubka işarəsi var. Onun üstünə bir dənə basıb buraxırsınız, nömrəm ekrana gəlir. Rahat şəkildə orada həmin nömrəni deməli telefonunuzda kontaktda yazırsınız, WhatsApp-dan, eyni həmin nömrəm də WhatsApp-da var. Bu da belə. Və bundan əlavə olaraq da qeyd eləmək istəyirəm ki, ünvan barəsində izləyicilər çətinlik çəkir və biz bu ünvan barəsində Google Business akkauntundan danışıqlar gedir. 2-3 gün ərzində bizim ünvan bütün yəni Google-da, Waze-də, Google Maps-də bəli, Murad Kəngərli ət. Murad yazdığınız kifayət edir ki, sizə buranın ünvanı göstəriləcək. Əla. Eyni də Instagram səhifəmizdə, bəli, Murad Kəngərli ət olan səhifədə yeni həmin oradakı YouTube kanalımız var. Bəli, buton olaraq əlavə eləmişik ki, izləyicilərimiz mənim YouTube kanalımdan belə deyək də ora abunə olun. Belə deyək də həm ət proseslərinin çəkilişləridir, həm yeməklərin necə hazırlanması çəkilişləridir, həm kebablarımızdır, həm çatdırmalarımız, müştərilərə təqdim olmalarıdır. Yəni bütün videolar eyni Instagram, TikTok kimi də YouTube kanalımızda yerləşdirəcək. Düzdür qardaşım? Düzdür və bunu da qeyd eləmək istəyirəm əlavə olaraq ki, YouTube-da biz bütün rəylərə, şərhlərə bir-bir cavab verəcəyik. Yəni mənfi rəy, müsbət rəy, şərhlər hamısı bizim üçün önəmlidir. Hamısı bir-bir oxunacaq və cavab veriləcək. Bundan əmin ola bilərsiniz. Bu belə. Bir də yəni çatdırılma haqqında çətinlik çəksəniz və yaxud da ərazi üzrə konum haqqında çətinlik çəksəniz ən asan yolu nömrədən birbaşa WhatsApp-da yazırsınız, biz sizə dərhalda konum göndəririk. Bəli, bəli. Belə. Bugün gələn müştərilər haqqında, gələn müştərilər üçün öz təşəkkürümüzü bildirməliyik, əziz qardaşım. Deməli, bugün səhər tezdən axşama qədər fəaliyyət göstərdik. Çox sağ olsunlar. Bakının bütün istiqamətlərindən bizim yanımıza gəldilər. Hər birini yüksək səviyyədə yola saldıq. Mən öncəliklə gələn müştərilərə təşəkkür edirəm ki, bizi sahib gəliblər, əziyyət çəkib gəliblər. Mən ona görə gələn bütün müştərilərə çox sağ ol deyirəm ki, bizim yanımıza gəliblər, biz öz xidmətimizi yerinə yetirdik. Bəli, onların əziyyətlərini yerdə qoymuruq. Ona görə təşəkkür edirəm, Allah canlarını sağ eləsin, Allah Taala'dan onların ruzusu bol olsun həmişə. Ruzuları bol olsun. Biz də neyləməliyik? Yaxşı xidmət göstərməliyik. Əsas nədir? Xidmətimizdir, ətimizin keyfiyyətidir. Bir də başqa nə qalır ki? Başqa da bu demək olar ki, YouTube-da biz forum yerləşdirəcəyik ki, müştərilərin istəyinə uyğun video çəkək. Məsələn, orada forumda ən çox, məsələn, belə deyək də, ən çox tıklanan haqqında biz video çəkəcəyik də. Məsələn, 5-6 title qoyacağıq, müştəri hansını istərsə biz ona uyğun videolar çəkməyə davam edəcəyik. Əla. Takip etməyi unutmayın mütləq. Hər birinizin yolunuzu gözləyirəm sabah inşallah. Bu axşam da bu günün ərzində çəkilən videoların bir çoxunu qayd eləmişik və həmin videoları bu axşam yerləşdirəcəyik. Rahat şəkildə izləyin, izləmədə qalın bizim səhifəni. Mütləq yeniliklər daha çox olacaq. Restoran haqqında sizə qısa bir anons da verək. Bizim restoranımız xırda bir işdən başlayacaq, kebab yerindən başlayacaq, ərazi balaca olacaq. Amma az bir vaxtdan sonra Respublikaya səs salan böyük bir restoranımızın genişlənməsini sizə təqdim edəcəyik. Yəni ki, xəyalınızda qurduğum bütün yeməklər bizdə olacaqdır. Sadəcə oturduğunuz stola, xəyalınızda düşürdüyün nə yemək varsa biz onu sizə təqdim edə biləcəyik. Bəli. Restoranımızın bir nömrəli önəmlisi odur ki, rahat maşınınızla parkovka eləyəcəksiniz, heç bir problem olmayacaq. Ayıq başına gəldiniz, yeyib içib birbaşa sizi də rahat şəkildə yola salacaq, ayaqsızın yola salacaq. Ona görə biz genişlənmək üçün özümüz, xalqımız üçün, yəni cəmiyyətdə cəmaatımız üçün
çalışdığımız odur da qardaş. Yaxşı qulluq eləmək, yaxşı iş göstərmək. Ona görə bizim adımız etibarımızdır. Bax bu qədər. Sağ ol.